Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski Xarici İşlər Nazirliyinə çağırılıb-çağırılmayacağı müzakirə olunur. Hakim komanda hesab edir ki, o açıqlamalarına görə izahat verməlidir və bəyanatını birbaşa təhdid kimi qiymətləndirir. Müxalifətin bir hissəsi onu Gürcüstanın keçmişi, vətəndaş müharibəsi və yoxsulluqla bağlı fikirlərini qeyri-peşəkar sayır. Digər hissəsi isə problem görmür. Səfir bildirib ki, Gürcüstan zorakılıq, yoxsulluq və korrupsiya dövrünə qayıtmamalıdır və qarşıdakı həftə və aylarda veriləcək qərarlar ölkənin Avropa yolunu müəyyən edəcək. Parlament gələn həftə kadr dəyişikliklərini təsdiqləyəcək. Azərbaycanın səfiri Zurab Bataradze Acara hökumətinin sədri olacaq. Mamukam Dinaradze hüquq mühafizə orqanları arasında koordinasiyaya cavabdeh olacaq və vitse-premyer statusu alacaq. Sulxan Təməzəşvili Daxili İşlər Naziri təyin olunur. Dövlət Təhlükəsizlik Xidmətinə isə Giga Geladze rəhbərlik edəcək. Bu dəyişikliklər siyasi müzakirələrə səbəb olub. Levon Xabeyişvili və Murtaz Zodelova ilə bağlı məhkəmə prosesi davam edir. İclasda ittiham tərəfinin şahidləri dindirilir. Müdafiə tərəfi onların günahını sübutuna yetirilmədiyini bildirir. İttiham isə əksini deyir. Xabeyişvili məmura rüşvət təklif etmək və hakimiyyəti devirməyə çağırışda, Zodelova isə istintaqa mane olmaqda ittiham olunur. Qəsdən adam öldürmə ittihamı ilə bir nəfər saxlanılıb. İstintaqa görə o Tbilisidə mənzildə xarici ölkə vətəndaşını soyuq silahla öldürüb və qaçıb. Bir neçə saat sonra polisə gələrək günahını etiraf edib və silahı təqdim edib. Şəxs saxlanılıb, onu 15 ilə qədər həbs cəzası gözləyir. ABŞ prezidenti Donald Trump İranla razılaşmanın müvəqqəti yox daimi olmasını istəyir. Onun sözlərinə görə Hörmüz boğazı Tehranın deyil, onun qərarı ilə bağlanıb. O qeyd edib ki, İranla münaqişə cəmi bir neçə həftədir davam edir. Halbuki Koreya və İraq müharibələri illər sürüb. İsrail Müdafiə Naziri bildirib ki, ölkə İranla müharibəni yenidən başlamağa hazırdır. Onun sözlərinə görə ordu ABŞ-dan yaşıl işıq gözləyir və əsas məqsəd İran rəhbərliyini tam zərərsizləşdirməkdir. O əlavə edib ki, İranın enerji və iqtisadi infrastrukturuna zərbələr ölkəni ciddi böhrana sala bilər. Donald Trump G20 sammitində Vladimir Putinin iştirakını dəstəkləyir. ABŞ bildirir ki, Rusiyanın iştirakı məhsuldar sammit üçün vacibdir. Rəsmi dəvətlər hələ göndərilməyib, lakin Rusiya üzv ölkə kimi çağırılacaq. Sammit 2026-cı ilin dekabrında Miami'də keçiriləcək. Böyük Britaniyanın baş naziri Keir Starmer xarici ölkə peyklərindən mümkün hücumlara görə narahatlığın artdığını bildirib. O qeyd edib ki, İranın dəstəklədiyi qruplar Britaniya üçün təhlükə yaradır. Buna baxmayaraq, ölkə ABŞ və İsrailin İranla müharibəsinə qoşulmayıb. Emmanuel Macron bildirib ki, 2027-ci ildə ikinci prezidentlik müddəti başa çatdıqdan sonra siyasətdən gedəcək. Onun sözlərinə görə, ikinci müddətin ən çətin hissəsi əldə olunan nailiyyətləri qorumaq olub. Batumidə beynəlxalq festival davam edir. Anadolunun lirik irsi adlı qala konserti keçirilib. Tədbirdə İstanbul Dövlət Opera və Baletinin sənətçiləri çıxış edib. Məşhur operalardan ariyalar səsləndirilib. Festivalın məqsədi mədəni dialoqu gücləndirmək və regionun tanınmasıdır.